Düzbucaqlı üçbucaq. Pifaqor teoremi. Teorem. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Şəkildən göründüyü kimi üçbucaq ABC-də C bucağı 90 dərəcə, AC bərabərdir B, BC bərabərdir A, AB bərabərdir C olarsa, C kvadrat bərabərdir A kvadrat üstə gəlsin B kvadrat olar. Dərs teoremi. Üçbucaqda bir tərəfin kvadratı o biri iki tərəfin kvadratları cəminə bərabər olarsa, belə üçbucaq düzbucaqlı üçbucaqdır. Həndəsi olaraq Pifaqor teoremini belə söyləmək olar. Düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş kvadratın sahəsi katetlər üzərində qurulmuş kvadratların sahələri cəminə bərabərdir. C kvadrat bərabərdir A kvadrat üstə gəlsin B kvadrat bərabərliyini ödəyən ədədlərə Pifaqor ədədləri deyilir və onlar A bərabərdir M vurulsun N, B bərabərdir M kvadrat minus N kvadrat bölünsün 2 və C bərabərdir M kvadrat üstə gəlsin N kvadrat bölünsün 2 düsturlarında M və N-ə qiymətlər verməklə hesablanır. Burada M, N qarşılıqlı sadə tək ədədlərdir. Məsələn, 3-ün kvadratı üstə gəlsin 4-ün kvadratı bərabər 5-in kvadratı. 5-in kvadratı üstə gəlsin 12-in kvadratı bərabərdir 13-ün kvadratı. 7-nin kvadratı üstə gəlsin 24-ün kvadratı bərabərdir 25-in kvadratı. 8-in kvadratı üstə gəlsin 15-in kvadratı bərabərdir 17-nin kvadratı. 9-un kvadratı üstə gəlsin 40-ın kvadratı bərabər 41-in kvadratı və s. Ümumiyyətlə ABC ədədləri Pifaqor ədədləridirsə, KA, KB, KC, burada K böyük 0 ədədləri də Pifaqor ədədləridir. Belə ədədlər sonsuz saydadır. Tərəflərin uzunluqları 3, 4, 5 və ya bu ədədlərin tam misilləri olan üçbucaqlar misir üçbucaqları adlanır. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katetin xassəsi, teoremi. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Deyilənlər aşağıdakı şəkildə əyani olaraq göstərilmişdir. Nəticə 1. Düzbucaqlı üçbucaqda 60 dərəcəli bucaq qarşısında duran katet 30 dərəcəli bucaq qarşısında duran katetin uzunluğunun kök altı 3 mislinə bərabərdir. 2. Düzbucaqlı üçbucağın kateti hipotenuzun yarısına bərabərdirsə, o katet qarşısındakı bucaq 30 dərəcədir. 3. Hər hansı üçbucaqda tərəflərin uzunluqları K, 2K, K kök altı 3 kimidirsə, o düzbucaqlı üçbucaqdır. Xassələr. Düzbucaqlı üçbucağın kateti hipotenuzla bu katetin hipotenuz üzərindəki proyeksiyası arasında orta mütənasibdir. Başqa sözlə, düzbucaqlı üçbucaq ABC-də CA və CB parçaları uyğun olaraq A və B katetlərinin C hipotenuzu üzərindəki proyeksiyası olarsa, onda 1. CB bölünsün B bərabər B bölünsün C, buradan da B kvadrat bərabər CB vurulsun C. 2. CA bölünsün A bərabər A bölünsün C, buradan da A kvadrat bərabər CA vurulsun C. 3. B kvadrat bölünsün A kvadrat bərabər CB bölünsün CA olar. Düzbucaqlı üçbucağın düzbucaq təpəsinə endirilmiş hündürlüyü katetlərin hipotenuz üzərindəki proyeksiyalar arasında orta mütənasibdir. Yəni, üçbucaq ABC-də HC düzbucaq təpəsinə endirilmiş hündürlüyü olarsa, onda 4 HC kvadrat bərabərdir CA vurulsun CB olar. Düzbucaqlı üçbucaqda MA, MB, MC medianları üçün uyğun olaraq aşağıdakılarını yazmaq olar. 5. MA bərabərdir 2 dəvir vurulsun kök altında 4B kvadrat üstə gəlsin A kvadrat. 6. MB bərabərdir 2-də 1 vurulsun kök altında 4A kvadrat plus B kvadrat. Və 7. MC bərabərdir 2-də 1 C. MA kvadrat üstə gəlsin MB kvadrat bərabər 5 MC'nin kvadratı. Düzbucaqlı üçbucaqda HA, HB və HC hündürlükləri üçün aşağıdakıların yazmaq olar. 8. HA bərabərdir B. 9. HB bərabərdir A. 10. HC bərabərdir AB bölünsün C. 1 bölünsün HC kvadrat bərabərdir 1 bölünsün A kvadrat üstə gəlsin 1 bölünsün B kvadrat. Düzbucaqlı üçbucaqda böyük yer və kiçik yer uyğun olaraq xarici və daxilə çəkilmiş çevrələrin radiusları olarsa, onda aşağıdakı düsturları yazmaq olar. 11. Böyük yer bərabər C bölünsün 2. 12. Balaca yer bərabərdir A plus B minus C bölünsün 2. Düzbucaqlı üçbucaqda LA, LB, LC tənbölənləri üçün uyğun olaraq aşağıdakıları yazmaq olar. 13. LA bərabər kök altda B kvadrat üstə gəlsin mötərizə içərisində AB bölünsün BC mötərizənin kvadratı.
14. LB bərabərdir. Kök altında A kvadrat üstə gəlsin. AB bölünsün A plus C'nin kvadratı. 15. LC bərabərdir. Kök altında 2AB bölünsün A plus B. Düzbucaqlı üçbucağın sahə düsturları. 16. S bərabər 2-də 1 AB. 17. S bərabər 2-də 1 CHC. 18. S bərabər P minus A vurulsun P minus B. 19. S bərabər P vurulsun P minus C. Burada P yarım perimetr olub. A plus B plus C bölünsün 2-yə bərabər. 20. Düzbucaqlı ABC üçbucağında C bərabər 90 dərəcədir. İti bucağın AD bərabərdir LA tənböləni. BC tərəfini BD bərabərdir N, CD bərabərdir N parçalarına bölərsə, onda LA-nın kvadratı bərabərdir. Sürətdə 2M kvadratının məxrəcdə N minus N. 21. Düzbucaqlı ABC üçbucağında C bərabər 90 dərəcədir. CN bərabər LC tənböləni hipotenuzu AN bərabər N və B-in bərabər N hissələrinə bölərsə, onda LC bərabər kök altda 2M bölünsün kök altda M kvadrat plus N kvadrat. 22. Düzbucaqlı üçbucaqda bucaqlardan biri 15 dərəcə və ya 75 dərəcə olarsa, onda hipotenuza endirilmiş hündürlük hipotenuzun 4də 1 hissəsinə bərabərdir. Yəni BC bərabərdir 4AH. 23. Düzbucaqlı ABC üçbucağında əgər C bərabər 90 dərəcə olarsa, aşağıdakı şəkildə sahə düsturları vardır. 1. S bərabər 2-də 1 AB və ya 2-də 1 CHC. 2. S bərabərdir balaca R vurulsun mötərizə içərisində 2R plus R. Bir də 3. S bərabərdir MN. Burada şəkildə göründüyü kimi M və N daxilə çəkilmiş çevrənin hipotenuzu böldüyü hissələrdir. 24. Bərabəryanlı düzbucaqlı üçbucağın elementləri arasında aşağıdakı münasibətlər vardır. 1. A bərabərdir B, o da bərabərdir C bölünsün kök altda 2. O da bərabərdir böyük yer üstə gəlsin kiçik yer. Alfa bərabər beta, o da bərabərdir 45 dərəcə. 2. MC bərabərdir HC bərabərdir LC, o da bərabərdir C bölünsün 2. MA bərabərdir MB, o da bərabərdir A kök altda 5 bölünsün 2. 3. Böyük yer bərabərdir C bölünsün 2, o da bərabərdir kök altda 2 plus 1, mötərizə içərisində vurulsun R. Balaca yer bərabərdir A çıxılsın C bölünsün 2, o da bərabərdir böyük yer vurulsun mötərizə içərisində kök altda 2 minus 1. Və 4. S bərabərdir C kvadrat bölünsün 4, o da bərabərdir A kvadrat bölünsün 2, o da bərabərdir R kvadrat. 25. Bir bucağı 30 dərəcə olan düzbucaqlı üçbucağın elementləri arasındakı münasibətlər aşağıdakı kimidir. 1. Alfa 30 dərəcə, beta 60 dərəcə olarsa, A bərabərdir C bölünsün 2, B bərabərdir C kök altda 3 bölünsün 2, o da bərabərdir A bölünsün kök altda 3. 2. Böyük yer bərabərdir C bölünsün 2, o da bərabərdir A, o da bərabərdir B bölünsün kök altda 3. Balaca yer bərabərdir C bölünsün 4 vurulsun kök altda 3 minus 1, o da bərabərdir A bölünsün 2 vurulsun kök altda 3 minus 1, o da bərabərdir B bölünsün 6 vurulsun mötərizə içərisində 3 çıxılsın kök altda 3. 3. Bu üçbucağın sahəsi S bərabərdir kök altda 3 bölünsün 8 vurulsun C kvadrat, o da bərabərdir A kvadrat kök altda 3 bölünsün 2, o da bərabərdir B kvadrat kök altda 3 bölünsün 6 olar. Düzbucaqlı üçbucağın tərəfi və bucaqları arasında münasibətlər. Düzbucaqlı üçbucağın iti bucağının trigonometrik funksiyalarının tərifini əsasən aşağıdakı qaydaları söyləmək olar. 1. Üçbucağın kateti qarşısındakı bucağın sinusu ilə hipotenuzun hasilinə bərabərdir. Yəni A bərabərdir C sinus alfa, B bərabərdir C sinus beta. 2. Düzbucaqlı üçbucağın kateti bitişik bucağın kosinusu ilə hipotenuzun hasilinə bərabərdir. Yəni A bərabərdir C vurulsun kosinus beta və B bərabərdir C vurulsun kosinus alfa. 3. Düzbucaqlı üçbucağın kateti qarşısındakı bucağın tangensi ilə digər katetin hasilinə bərabərdir. Yəni A bərabərdir B tangens alfa və B bərabərdir A tangens beta. Bu qaydaların köməyi ilə düzbucaqlı üçbucağın bir məlum tərəfi ilə və iti bucağına görə digər tərəfini və ya iki məlum tərəfinə görə iti bucağını tapmaq olar. Nümunələr. 1. Bucağa bərabər 90 dərəcə, G ağırlıq mərkəzi, BD bərabər DC-dir. D bərabər 6 cm olarsa, BC neçə santimetrdir? Həlli.
Şəkildən göründüyü kimi BD bərabərdir DC və G ağırlıq mərkəzi isə AD mediandır. AG bölünsün GD bərabərdir 2-nin 1-ə nisbəti. AG bərabərdir 2G'dir, o da bərabərdir 12 cm olur. Üçbucaq ABC düzbucaqlı üçbucaq və AD median olduğundan AD bərabərdir BD bərabər DC, o da bərabərdir R olur. Onda BC bərabərdir 2AD, o da bərabərdir 2 vurulsun 12 üstə gəlsin 6, o da bərabərdir 36 cm olar. Cavab Y variantıdır. İkinci məsələ. Düzbucaqlı üçbucağın tərəfləri tam ədədlərlə ifadə olunur və katetlərdən biri 11 cm-dir. Onun sahəsini tapın. 50. Pifagor teoreminə görə A kvadrat plus B kvadrat bərabər C kvadratdır. Buradan C kvadrat minus A kvadrat bərabər 11'in kvadratı və C minus A vurulsun C plus A bərabər 121 olar. Onda C minus A bərabər 1, C plus A bərabər 121 olar. Bu tənlikləri tərəf-tərəfə toplasaq 2C bərabər 122 və C bərabər də 61 alarıq. Onda A bərabər də 60 olar və ABC üçbucağın sahəsi S bərabər 2'də 1 A vurulsun B bərabərdir. 2'də 1 vurulsun 60 vurulsun 11, o da bərabər 330 cm kvadrat olur. Cavab D variantıdır. 3. Düzbucaqlı üçbucağın katetlərinin cəmi 12 cm-dir. Bu üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrənlərin radiusları cəmi neçə santimetrdir? Həllin. Şəkildən göründüyü kimi ABC üçbucağında C 90 dərəcə olduğuna görə AB 2 yerdir. AC üstə gəlsin CB bərabərdir AM üstə gəlsin MC üstə gəlsin CK üstə gəlsin KB. Əgər bunları qruplaşdırsaq AM plus BK MC plus CK bərabər olar AM plus NB üstə gəlsin MO plus OM. O da bərabərdir 2 böyük yer üstə gəlsin 2 kiçik yer, o da bərabərdir 2 vurulsun böyük yer üstə gəlsin R. Onda 2 vurulsun böyük yer üstə gəlsin R bərabərdir 12 olar. Buradan da böyük yer üstə gəlsin kiçik yer bərabərdir 6 cm alarıq. Cavab D variantıdır. Məsələ 4. ABC düzbucaqlı üçbucaq AD tənböləndir. BD bərabərdir 6 cm, DC 10 cm olarsa AC-ni tapın. Həlli. Şəkildən göründüyü kimi AB bölünsün AC bərabərdir 6 bölünsün 10, o da bərabərdir 3x bölünsün 5x'dir. Onda BC bərabər 4x, o da bərabərdir 16 olar. Yəni şəkildə Misir üçbucağı olduğuna görə. Onda x bərabər 4 cm, AC bərabər 5x, o da bərabər 5 vurulsun 4 bərabər 20 cm alarıq. Cavab A variantıdır.